Bir də onu deyim ki, bunun yağlı hissəsini çəkib, sonra soğanı xırda-xırda doğrayıb göyərtisin vuranda qəşəng yarpaq dolması olur. Yəni möhtəşəm belə deyək. Və halqa bu striçə bükülüb doğrananda daha istədiyimiz o halqaları əlimizdə etmiş oluruq. Hə, barmaqdan biraz nazik. Bişəndə də elə eləməliyik ki, tavada yumru qalsın. Mən bunu indi 6 ədəd kesim. 2 pors. 6 ədədi 2 pors olacaq. Yəni, bunu biz döymürük, bunu biz açmırıq. Sadəcə səliqə ilə yağsız tavaya qoyuruq. O üz, bu üz möhürlənir. Yəni, möhürlənmək bilirsiniz də, isti deyir ona, bərkiyir. Sonra yağ əlavə eləyirik, duz istiot əlavə eləyirik. Qızarır, götürürük. Bunu izqara varsa, yəni qaynarsa izqara, üzünə iz salmaqdan ötürü həmən izqarada da eləyə bilərik. Yoxdursa hələ tavada eləyirik. Yəni ki, çox korlamasın. Ola bilər ki, birdən yadımızdan çıxar izqarada çox quruyar, çox qurumamalıdır. Belə.